Qarabağla davam edirik. Az əvvəl anonsunu da vermişdik. Qarabağda transfer gündəmi. Bir çox şayələr gəzir, bir çox xəbərlər gəzir. Şok, filan futbolçu gəlir, hava limanındadır, təyyarədədir. Dəyərli dostlarımız, dəyərli izləyicilərimiz, son durum belədir ki, hər hansı bir futbolçu Qarabağa görə hələ Bakıya gəlməyib. Heç təyyarə bileti də alınmayıb. Amma bizdə olan son dəqiqə informasiyası ondan ibarətdir ki, Qarabağın iki futbolçusu, daha doğrusu Qarabağ iki əcnəbi futbolçusu ilə çox aktiv, sürətli danışıqlar aparır. Biri Kolumbiyalıdır, digəri Konqolu futbolçudur. Hər iki futbolçusu Avropa təmsilçisində çıxış edir. Qarabağ artıq bu futbolçulara vaxt təyin edib. Bir neçə gün ərzində son sözlərini təkliflərlə razılaşmadıqlarını Qarabağa bildirməlidirlər. Qarabağ ən qısa müddətdə bu futbolçuların keçidini həll etməyə çalışır. Hər iki futbolçu hücum fazasında çıxış edir. Və son dəqiqə ilə bağlı Qarabağdan əldə etdiyimiz redaksiyamıza daxil olan ən son informasiya bundan ibarətdir. Yəni hər hansı futbolçunun keçidi hazırki ana qədər rəsmiləşməyib, dəqiqləşməyib. Yalnız bu iki qeyd etdiyimiz futbolçu ilə bağlı vəziyyətdir. Əslində futbolçuların adlarını da biz bilirik, amma hazırki məqamda məqsədə uyğun olmadığı üçün adını açıqlamırıq, amma ən son informasiya olaraq bizim xəbər bloklarımızı izləyin. Sport Info TV vasitəsilə xəbər bloklarımızı izləyin. Anında sizə məlumatları verməyə çalışacaq. Və bu arada Bəhlul Mustafazadə ilə bağlı informasiyamızda müəyyən xoşa gəlməyən şərhləri gördük. Çin klubunun maraqlandığını bildirəndə bəzi dəyərli izləyicilərimiz şərhlər bildirirdilər ki, doğru deyil falan. Amma özünüz də gördünüz ki, Qurban Qurbanov şəxsən özü mətbuat konfransında bu xəbərin nə qədər doğru olduğunu bildirdi və Bəhlul Mustafazadəyə Çindən təklif gəldiyini etiraf etdi. Dəyərli izləyicilərimiz, Sport Info saytında və Sport Info TV-də yalan məlumatlar olmur. Ən doğru xəbərlərin, ən doğru məlumatların ünvanı Sport Info TV-dir və ekskluziv olaraq özəllər məhz bizdə olur. TikTok səhifələri və müəyyən YouTube platformaları məhz elə bizdən götürüb o xəbərləri tirajlamağa çalışırlar. Bunu da nöqtə olaraq deyim biləsiniz.